Salam əziz izləyicilər. Mən Cavanşir Qasımzadə. Mən Əfifə Qazancı Əsgərova. Hüquq xətti kanalımıza Xoş gəlmisiniz. Bugünkü mövzumuz vəkillərin və ya digər peşə sahiblərinin də ola bilər yaralı yeri olan Əsasən də xidmət sektoruna. Pulsuz məsləhətlə bağlıdır. Pulsuz məsləhət deyəndə nə nəzərdə tutulub? Buyur Əfifə. Pulsuz məsləhət əslində nəzərdə tutduğumuz təkcə pulsuz məsləhət deyil, həmçinin də pulsuz xidmət. Pulsuz məsləhət yenə daha məsum qalır o məsələnin yanında. Bu daha çox mənə elə gəlir ki, vəkillərin və həkimlərin başına gəlir. İkisini də müqayisə eləsək daha çox vəkillərin başına gəlir. Daha çox pulsuz məsləhət deyəndə məsləhət və xidmət pulludur. Bundan pulsuz yararlanmaq istəyən şəxslər barəsində danışacağıq səninlə. Mən ümumiyyətlə işin professionallığı tərəfindən ödənişsiz heç bir xidmətin göstərilməsinin tərəfdarı deyiləm. Düzdür, indi hansı zənglə qısa və konkret olan məqamlara toxunmaq olur, amma bəzən görürsən ki, bir şəxs heç bir şəxsi münasibətin olmayan, çox belə uzaqdan deyək ki, kiminsə xalasının, əmisinin dayısı oğludur. Böyük bir dosyanı götürür, yüklür telefonlara, şəkillərini çəkir, bir hardasa 30-40 dənə şəkil göndərir sənə. Deyir ki, bu torpaq mübahisəmiz var. 5 dəqiqə buna baxa bilərsiniz. 5 dəqiqə buna bir baxın. Görək bunu məhkəməyə versək udarıq. Bax, mən indi onların deyilən dillə danışıram da, jargonla danışıram. Məhkəməni udmaq olar yoxsa yox. Deyirəm ki, bu əslində yəni bunu telefon vasitəsilə müzakirə etmək düzgün deyil də. Həm də elə ola bilər ki, nəyisə nəzərdən qaçırarsan, hansısa sənədi sənə göstərməmiş olar. Mən yəni şəxsən öz təcrübəmdə olub, bağışlama müqaviləsini görməmişik. Birgə nigah dövründə olan bir bölgü məsələsi olub, amma bağışlama müqaviləsini unudublar göstərməyə. Bilirik ki, bağışlanan əmlak bağışlanılan şəxsin, yəni o bağışlanan əşyanı qəbul edən şəxsin deyil, şəxsə məxsusdur və bölünmür. Belə yəni hüququ bilməyən, öz hüquqlarını və vəzifələrini bilməyən şəxs hansısa məqamı nəzərdən qaçıra bilər. Sadəcə sənədlərə əsaslanmaqla məsələ barədə bir perspektiv müəyyən eləmək olmur bəzən. Bəzən söhbətlər əsnasında məlum olur ki, nələrsə hardansa başqa bir taktika qurmalıdır vəkil və vəkilin də hüquqşünasının da borcu deyil ki, xidmət nə deməkdir? Xidmət biz beynimizlə, zehnimizlə necə deyərlər, pul qazanırıq, el dili ilə desək və hər gün 1 saatımızı, 2 saatımızı belə məsələlərə sərf eləsək, təbii ki, biz onda gərək oturaq xeyriyyə ilə məşğul olaq. Ki, biz xeyriyyə ilə məşğul oluruq vəkillər kollegiyasının yəni, təşəbbüsü ilə hər il dəfələrlə hətta bölgələrə, rayonlara, cəza çəkmə müəssisələrinə gedərək orada pulsuz hüquqi xidmətdən yararlana bilirlər vətəndaşlar, digər şəxsi və ya vətəndaşlığı olmayan şəxslər, xarici vətəndaşlar hətta. Amma bunun bir vaxtı var, bir qaydası var, bunun bir etik qaydası var. Fikirləşirəm ki, buna əməl eləsələr daha yaxşı olar. Hətta keçən dəfə bir dəfə müayinəsində olduğum bir həkim özünün şəxsi torpaq məsələsinə bağlı müraciət edir WhatsApp nömrəmə. Əslində hətta yadımdan çıxmışdı, illər əvvəl biz tanış olmuşduq ondan. Dosyanı göndərir, deyir ki, bir vərəsəlik işimiz var, anamın belə bir məsələsi var. Baxa bilərsiniz bunu məhkəməyə verək, verməyək. Deyirəm ki, mən də artıq özümdən belə çıxmaq ədinə gəldim. Dedim ki, yəni həkimə əlimin şəklini çəkib göndərəndə onu əməliyyat edə bilər ya da onunla bağlı bilə bilər ki, bu əlimdə hansı sümüyümdə mənim hansı problemim var, hardan getməliyik, hansı analizləri verməliyik. Yəni və ya siz bunu ödənişsiz edirsiniz mənə. Siz axı biz dost deyilik, çox yaxın deyilik, məsələn bu tərəfi də var. Onda görürəm ki, biraz ya da məsələn tərəf gəlir, işin perspektivsizliyini ən başdan görürsən. O düşünür, izah edirsən ki, burada bax 1% belə ehtimalın yoxdur deyə düşünürəm mən. Hər zamanda deyirəm ki, mən belə düşünürəm. Məndən daha savadlı vəkillər ola bilər, gedin məsləhətini. Dəfələrlə olub ki, adam küsür gedir ki, siz mənim işimi görmək istəmirsiniz. Gedir, indi birinci instansiyada məsələn
deyək ki, mən artıq sistemdə varamsa, gəlir digər qərarlar. Görürəm, gedir artıq başqa vəkillə məsləhətləşib, gedir bir 6 ay, 7 ay vaxtını da itirir. Təbii ki, müqavilə bağlayanda pulunu da itirir. Nəticədə də uduzur. Yenə də gəlir ki, bunu necə edirəm? Axı mən dedim də, yəni bunun yolu yoxdur, başqa bir yolu yoxdur. Ümumiyyətlə mən fikirləşirəm ki, düzdür, son 3-4 il ərzində bu biraz daha professionallaşmağa doğru gedir. Əvvəllər mənə elə gəlir ki, vəkillərlə müvəkkillər arasında münasibətlər bu qədər etik çərçivələrə oturmamışdı. İndi daha çox, yəni mən fikirləşirəm ki, artıq bu son 5 il öncə verilən, 5 il öncə deyil də 7 il var. Bu qərar nümayəndə məsələsi. Zaman tez keçir. Zaman çox tez keçir. Yəni etibarnamə ilə başqa şəxsin adından məhkəmədə çıxış etməməklə bağlı artıq qadağalar qoyulduqdan sonra vəkiliniz təbii ki, o zaman da zaten Vəkillər Kollegiyasının üzvü olmalı idi. Yəni heç bir hüquqşünas Səsən nümayəndəlik, belə qeyri-rəsmi nümayəndəlik institutu yığışıldı 2017-2018-ci illər idi təxminən. 18-ci il idi səhv eləmirəmsə. Artıq o institutda qadağan olunandan sonra artıq tərəflər də bilir ki, hər hüquqşünas Vəkillər Kollegiyasının üzvü deyil. Artıq onları aldatmaq da mümkün deyil. Vəkillər Kollegiyasının da üzvü olan vəkilin xidməti ödənişli olmalıdır. Şəxslə və ya ən azından şəxslə birbaşa, yəni telefon vasitəsilə deyil, bir dəfə də olsa görüş keçirilməlidir, konsultasiya edilməlidir. Ondan sonra işin gələcəyi ilə bağlı. Yəni açıq deyirəm, işlər var ki, işin məhkəməyə verilməsi perspektiv olmasa belə tərəfin xeyrinə olur. Yəni orada hansı ya bağışıq əldə edirik, ya müəyyən bir ay vaxt lazım olur ki, hansı ödəniş həyata keçirsin, ya Yox, indi belə bir şey var da. Bir məsələ var. Perspektiv onun xeyrinə olmasa belə, bu gün gəlib mənim konsultasiyama gəlir, məndən hüquqi məsləhət alır. Mən ona məsləhət verirəm ki, bu alınan iş deyil. Mən onu bəlkə 50 minlik, 100 minlik ziyandan xilas edirəm. Çünki gedəcək kimsə buna söz verəcək, deyəcəm mən eləyəcəm və ya gedəcək belə deyim, peşəkar olmayan bir hansısa bir hüquqşünas, heç vəkil olmayan bir hüquqşünasa rast düşəcək. Və ya hər hansı bir dələduzara rast düşəcək. O deyəcək həll eləyəcəm sənin işini. O da elə biləcək ki, həll olunur, bütün pul da gedəcək, hər şey gedəcək. Biz bu gün ona hüquqi konsultasiyanın da dəyəri indi vəkildən vəkilə fərq eləyir. Amma böyük bir məbləğ olmur heç vaxt. Və o məbləğ qarşılığında bəlkə də perspektivi olmayan belə deyək, uduzacağınız işdə biz sizə 50 min, 100 min qabağa salırıq. Amma bunu nəzərə almırlar. Həm də mən vətəndaşları həmişə çağırıram qəbula. Yəni bəzən olur biz əlillər olsun, şəhid ailələri olsun, qazi ailələri olsun, qazilər olsun. Bunlara biz pulsuz hüquqi yardım göstəririk. Bəzən zənglə əlaqə saxlayırlar ki, bəs filan sənədi göndəririk, filan sənədi. Mən pulsuz hüquqi yardım göstərəndə belə mən onlara çağırıram ki, gəl, oturaq, sənədlərə baxaq. Çünki baxmamış, söhbət eləməmiş bir şey deyə bilmərəm. Məndə bir dənə iş var idi. Sənədləri götürmüşdüm, torpaq ev məsələsi idi. Mənə deyiləndə, sənədlər mənə gətiriləndə çox perspektivsiz iş idi. Yəni heç işıq üzü görmürdüm də, heç cür işıq üzü yox idi. Atmışdım sənədləri evə, çünki rəsmi götürməmişdim deyə, bunu ofisə aparmağım sənədlərin şeyi yox idi. Sadəcə sənədlərə baxırdım, dost-tanış göndərmişdi. Baxmırdım, yəni sənədlərə belə baxmırdım. O qədər perspektivsiz iş idi ki, fikirləşirdim ki, buna baxsam almayacağım, biləcəm də, adama nə deyəcəm. Adamı götürdüm sənədləri, adamı çağırdım. Çağıranda amma iş 180 dərəcə dəyişdi. Tamamilə xeyrinə olmuş oldu. Görürəm ki, burada artıq hallar dəyişdi. Sənədlərdə başqa şeydir. Adamın dediyindən tamamilə başqa bir məqamlar, nüanslar götürmək olar və onu sənədləri tətbiq eləmək olar. Məhkəmədə iş uğurlu ola bilər. Cavan kişi söz və qüvvət bir dəfə olmayıb, bu dəfələrlə olub. Mən bunu da etik saymıram. Yəni artıq hansısa bir vəkillə müqavilə bağlamısansa, başqa bir vəkilə o vəkildən şikayətə gəlmək düzgün bir şey deyil məncə. Yəni mən heç vaxt yanlış belə olsa kolleqalarımın necə deyirlər, səhv ya da düz etdiyini demirəm. Yəni bu mən düşünürəm ki, iş artıq məndə deyilsə, məndədirsə belə, mən artıq öz taktikamı qururam. Məsələn, vəkillə görüşməmiş, kiminsə vasitəçi ilə bir telefonda danışır. Amma adətən elədir, üzr istəyirəm, amma adətən elədir. Yəni bir vəkil ilə iş aparanda başlayır ondan əvvəlki pisləmək. Necə ki, bir usta bir mərtəbəni tikir,
Sonra ikinci mərtəbəni başqa ustaya verəndə cavab verir ki, o filan şeyi belə qoymuşdu, təməli düzgün qoymayıb, başlayır pisləməyə. Gələcəkdə özünün olacaq səhvlərini dağıtır köhnə ustanın üstünə. O təkcə vəkillərə aid olan bir şey deyil ki, o dərəcədə etik qaydalara riayət etməyən həkimlərdə də var. Məsələn, gedirsən bir əməliyyatı eləyir, düzgün nə isə çıxmır. Misal deyirəm. Deyir ki, bundan əvvəl sən uğursuz əməliyyat keçirmisən. Yəni o düzgün bir şey deyil, amma təkcə bizim sektorda olan bəzi şəxslər eləmir onu. Mən belə düşünürəm. Amma düzgün deyil təbii ki. Məsələn, tərəfi vəkili ya da hüquqşünası bilmirəm. Yəni kollegiyanın üzvüdürmü, deyilmi? Heç araşdırmadım da. Çünki mənim həddimə deyildi o. Deyir ki, biz müəyyən bir böyük bir məbləğdə pul ödəmişik, cinayət işi var. Siz bu şəxsi tanıyırsınız, bəs artıq telefonlara da cavab vermir. Bəs xalam oğlunu nəyisə tanışdıq, vasitəçi ilə tapdıq, dedi ki, bu cinayət işlərində çox yaxşı bilgili hüquqşünasdır. Mən heç adını belə soruşmadım, açığını deyim. Dedim ki, yəni mən vəkiləm, mən özümə cavabdehəm. Sən müqaviləni elə kobud da olsa deyəcəm, artıq mənlə bağlamamısan ki, başqa bir şəxslə bağlamısan, etibar eləmirsən. Yəni özün araşdır, tap, nəsə şikayətin varsa, hüquq mühafizə orqanları var. Ondan da əvvəl kollegiyamız var, yəni çox da gözəl araşdırırlar. Bilmədim vəkil idi, deyildi. Ona görə deyirəm ki, şəxslə ümumiyyətlə görüşmək, tanış olmaq, üz-üzə tanış olmaq, ən azı bir yarım saat onunla şəxsi söhbət eləmək həmin məsələ ilə bağlı və işin hansı dərəcədə. Bir də bir sual var, məşhur sual. Bu işin qiyməti neçədir? Hayda. Bu işə vəkillər neçəyə çıxır? Yəni bizim qanunumuzda da var, vəkil haqqında qanunda da var ki, bu tərəflər arasında olan razılığa əsasən müəyyən edilən bir məbləğdir. Yəni nikahın pozulması məsələsidir. Siz eşidəndə ki, nikahın pozulmasına 10.000 manat qonorar alan vəkil var, heç təəccüblənməyin. 1000 manat qonorar alan vəkilə də təəccüblənməyin. Bu artıq onların belə deyək, nə dərəcədə öz tələbatını, işinin tələbatını bu keyfiyyətdən də asılı deyil. Sadəcə olaraq hərənin bir imeci, hərənin öz tələbi var və şəxs vəkil var ki, bir dənə iş götürür, çox az iş götürür. Vəkil var ki, ona maraqlıdır, çox iş götürür və ya hansısa başqa səbəblərdən. Yəni bahalı vəkil, ucuz vəkil anlayışını başqa cür ölçür. Bu işin qiyməti neçədir? Buna vəkillər neçəyə çıxır? Belə çox xoşuma gəlməyən bir sualdır. Deyirəm onu məsələn get vəkildən soruş. Məsələn məndən soruşursansa məndə belədir. Ola bilər ki, başqa vəkil bundan aşağı və ya yuxarı deyəcək. Yəni o səni bu aldatmaq deyil. Sadəcə o rəsmi müqaviləni bağlayırsan. Mən açığı orada səhvi biraz da şəxsin özünün etik davranış qaydasını bilib-bilməməsindən asılı olmayaraq, biraz da onun Azərbaycan dili və ədəbiyyat müəllimində səhvi görürəm. Yəni vəkilə zəng eləyib vəkilə və ya yanına gəlib bu işə neçəyə çıxarsan demək, bu birbaşa Azərbaycan dili ədəbiyyat müəlliminin daha doğrusu bilmirəm artıq səhvidir. Yəni bu işin xidməti bu iş üçün hansı qiymətə xidmət göstərərsiniz, siz sual vermək olar və ödəniş nə qədərdir sual vermək olar, amma bu işə neçəyə çıxarsınız çox yəni nə bilim heç bir etiket qaydasına uyğun deyil də, heç bir etiket qaydasına. Bəzi vətəndaşlar var ki, vətəndaşlar deyirəm, elə şəxslər deyəcəm, insanlar deyəcəm, çox sadə davranmalı. Müraciət edirlər, bəzən onlar vətəndaşlığı olmayan şəxslər. Çox tək onlar qaraçılar deyil də, vətəndaşlığı olmayan şəxslər. Yəni çox sadə davranışı biraz belə elə başa düşürlər ki, artıq nə istəsələr danışa bilərlər. İstədikləri vaxtı. O günlərdə mənə bir xanım saat gecə 3-də yazır ki, bir ailə məsələsi var, deyir ki, yoldaşım mənə belə yazdı, mən də ona sabah nə cavab verim. Bu da şəxsi məsələlərdir bunların, yəni uşaqla bağlı olan şəxsi məsələlər. Məndə olan mübahisə ilə bağlı deyil. Gecə saat 3-ə qalıb doğrudan. Mənə də çox belə hörmət elədiyim bir şəxs yönəltmişdi. Dedim ki, xanım, gecə saat 3-dür, mən məcbur deyiləm, gecə səsə oyanım və sizə görə bəlkə bir dənə kəlmə kimi gələcək, mən onu düşünüb deyəcəm, təzədən o iş moduna girəcəm və gecə mən artıq yata bilməyəcəm, bax indi. Mən məcbur deyiləm bu səsə oyanım, mənim uşağım da oyansın. Mən yəni saat 6 oldu, əslində iş vaxtım bitdi. Tamam, olsun ki 7. Tutaq ki mən sizə demişəm ki, saat 9-a qədər nə vaxt oldu filan məlumatı mənə verin.
Amma bu o demək deyil ki, gecə saat 3-də, yəni mən oturub telefonun başında müqavilə bağlamışam deyə sənin zənglərini gözləmirəm. Sən nədən danışırsan? Mənə 28 dəqiqə 58 saniyə səs atan adam oldu. Yəni bunu səsə və davamında deyirəm ki, bu qədər uzun səsə mən necə qulaq asacağam? Mümkün deyil də qulaq asmaq. Xahiş edirəm, səs atmayım və bu qədər uzun səs atmayım. Qoy mən 15 dəqiqəlik səs atır. Mən bilmirəm, o 28 dəqiqəni 15 dəqiqə izah edir ki, nə demək istəyir. İndiyə qədər, ya o səslər vaxtında heç 1 dəqiqə olan səsinə belə qulaq asmadım da, yəni o qədər qəribə. Bir də həqiqətən təcrübəmdə həmişə hamıya aid deyil. Bu acı bir reallıqdır. Bəlkə təkcə məndədir, amma çox vəkillər bundan şikayət edir. Qonorar almadan ya da ki, ümumiyyətlə qazanc əldə etmədən həqiqətən hansı köməkliyi göstərirsənsə, o insan səni özünə və bütün belə gələcək və keçmiş qohumlarına borclu hesab edir. Yəni artıq sabahda bu niyə belə oldu, bu niyə belə oldu? Yəni olmayanda da düşünür ki, qonorar vermədi deyə olmadı. Amma qonorarını normal qədərdə ödəyən, ona görə də yəni hər şeyə riskləri düzdür, əvvəldən həmişə başa salıram. Amma ümumiyyətlə müvəkkil də başa düşməlidir ki, ən adi etik qaydalar var. Çox bir şey istəmirik də. Ən adi etik qaydalar var. Bu vaxtında yazışmaqdır. Sənəd deyirsən, məsələn, ayın 10-unu göndərmək istəyirsən də artıq bunu məhkəməyə. 10-unda məhkəməyə göndərmək istəyirsən, sənədləri tələb edirsən, 9-u gecə o sənədləri göndərir sənə. Artıq çatdıra bilmirsən həmin günü. Yazmaq lazımdır, onu başa sala bilmirsən ki, bu iddia ərizəsinin hazırlanması 1 dəqiqəlik bir şey deyil. Bunu süni intellekt hazırlanmır da, yəni. Ya bir də görürsünüz, süni intellekt vasitəsilə iddia ərizəsi hazırlayıb gəlirlər ki, bir dənə bunu yoxlaya bilərsiniz. Deyirəm ki, mən bunun üçün universitet oxumuşam, artıq illərdir, 20 ilə yaxın bəlkə təcrübə edinmişəm bununla bağlı. Mən hələ də araşdırıram iddia ərizəsini daha təkmilləşdirib yazmağı. Mən necə süni intellektin hüquqşünas olmayan tərəfindən yazım, yoxluyum, sonra get orada bir səhv olsun. Deyəcəksən ki, vəkil dedi. Yaxşı olanda deyəcəksən özüm yazdım. Bu da düzgün bir şey deyil. Çox xətrimizə dəyən vəkillər olaraq şeylər var ki, bunları dilə gətirmək lazımdır. Ümumiyyətlə professional bir şeydirsə, ümumiyyətlə bir şey satmadan pul qazanmaq mümkünsüzdür. Yəni kimsə bir şey satmadan pul qazanırsa, demək onun atası, babası bir şey satıb pul qazanıb, ona qoyub. Bir şey satmadan pul qazanmaq mümkünsüzdür. Və bizim satdığımız şey fikrimizdir. Bizim satdığımız şey biliyimizdir. Və bu bilik dünən formalaşmır, 3 günə formalaşmır. Universitetə hazırlaşmağa qoyuram elə kənara. Universitetə neçə il hazırlaşır? Universitet oxuyuruq, 4 il universitet oxuyuruq. 2 il magistr oxuyuruq. Ondan sonra bir 5 il, 6 il işləyirik. Mən ən azları deyirəm hələ. 5 il, 6 il işləyirik və sonra siz gəlirsiniz, deyirsiniz ki, mənə pulsuz yardım göstərməlisən. Ya da bir dənə özüm yazmışam bunu yox. Yox, amma nə qədər düzgündür? Sən demiş heç etik deyil. Üstəlik də ki, niyə mən götürüm sənə pulsuz məsləhət verim? Əgər bu mən biliyimi sənə satıramsa, savadımı sənə satıramsa, niyə mən sənə pulsuz məsləhət verim? Əgər burada belə bir şey də var da, mənə götürüb yazır ki, şeydir. 10 dənə sual verib, onu da cavab vermişəm pulsuz. Götürüb axırıncı deyir ki, bir dənə də sualım var. Deyirəm, gəlin ofisə cavab verəcəm. Gəlin büroya cavab verəcəm. Deyir ki, bir dənə sualdır da. Deyirəm, bir dənə sualdır, gəlin ofisə cavab verəcəm. Deyir ki, yox, ofisə gəlsəm ödəniş eləyəcəm. Deyirəm, ödəniş istəmirəm də. Sadəcə ofisə gəlin, ofisdə cavablayım sualınızı. Deyir ki, yox, nə bircə dənə sualdır da. Deyirəm, xanım, 1 deyil, 10 plus 1-dir də. Bu siz onuna cavab verdim, niyə birin adı nədir yox sayırsınız? Bir necə adamsınız? Bircə sualdır da. Cavab verəcəksiniz də. Və bu yazışma o qədər uzundur. Prinsip məsələsidir də. Cavab bu adam bu qədər yazışana qədər taksiyə oturub gələrdi büroya. Taksiyə oturub gələrdi. Və ya bu qədər yazışmaya görə mən də bir dənə cavab yazsaydım bitəcəkdi. Amma məndəki prinsip məsələsidir ki, dur gəl büroya. Heç olmasa ayaqlarını işlər, tərpən. Dur gəl büroya. Mən yenə pul istəmirəm səndən. Amma sənədləri götür gəl büroya. Baxın mən düzgün məsləhət verim sənə. Yox qətiyyən və incir adamdan. Elə bil dostumdur, tanışımdır. Əlaqəsiz tanımadığım adamdır. Hardansa saytdan nömrəmi götürüb nədir? Götürüb şey eləyir. İncir.
başqa bir tərəfini də indi başa düşənlər başa düşür, düşməyənlər də bunu başa salmaq lazımdır. Tutaq ki, bir dənə belə bir ödəniş indi onların dediyi ilə bir dənə, iki dənə belə bir iş götürdün. Şəxs başa düşmür ki, sən bu işi götürdün, yazdın, bitmir. Bu sənin bir ən azı 5 ayını, 6 ayını, 4 ayını nə isə alacaq. Bu sənin qonorar aldığın və həqiqətən borclu olduğun müvəkkilin işi ilə üst-üstə düşəcək. Hakim onu başqa vaxtda məsələn təxirə sala bilməyəcək hansı səbəbdən. Sən artıq bir stresə girirsən, sənin başqa işlərin pozulur, daha vacib. Məsələn, istintaqa çıxanlar bilir də, istintaqda saatları itirirsən, işlə tanış olmaq və s. Orada. Yəni deyirlər, bir dənə ərizədir də, bax dediyin kimi, bir dənə ərizədir də, onu yaz. Axı sən onu gedib hansı həkimə, hansısa bir quruma, hansısa başqa bir necə deyim, 50 qəpik rüsum ödəyəcəyin yerdə deyə bilmirsən, axı bir dənə bir kağızdır da, çekdir. Yəni bu xidmətdir də. Sən fikrini satırsan, pul qazanırsan, ola bilər ki, kimsə bu telefonu satır, pul qazanır. Yəni onda bu ödənişsiz hüquqi məsləhətlərin verildiyi vaxtlar var. İzləyin Vəkillər Kollegiyasının saytını. Regionlara da gedirik, cəza çəkmə müəssisələrinə də gedirik. Özümüz könüllü də, mən hətta ofisdə də bir neçə dəfə təşkil eləmişəm. Yəni gələnlər də olub. Hətta bir ara sənin öz platformamızda sual-cavablar eləyirik. Amma adicə bir şey, səhifəyə dəstək məsələsi var. Onu kommentari olaraq yox da götürüb şəxsiyə yazmaq istəyir ki, orada cavab alsın. Yəni o dəstəyi belə vermək istəmirlər. Sonra da dediyim kimi ki, küsürlər sanki, yəni küsə bilərsiniz valla. Yəni birazdan azadlıq hüququndan danışacağıq. Orada da azadsınız, yəni əziz küsənlər. Amma yəni yenə deyirəm, bir-birimizə hörmət eləsək çox yaxşı olar bu barədə. Bir söz deyirəm həmişə. Ucuz və ya pulsuz məsləhət sizə baha başa gələ bilər. Sən fikir vermirsən, bunu heç dostlar eləmir. Mən bir də görürsüz, bir çox yaxın dostumun nəsə işi düşür. Həll edirəm. Əlbəttə ki, mənim dostluq o deməkdir. Mən əlimdən gələni eləyərəm. İndi vəkil ödənişsiz order verə bilmir də. Bu sistemi də başa salmaq lazımdır ki, o yaşıl kağız orderimiz bizdən asılı deyil. Bəli, elektron da var. İndi mən indi formalaşan institutda deyə belə başa salmağa çalışdım. Bu vergiləri ödəmədən almamız mümkün deyil. Yəni kollegiyanın bir büdcəsi var, hansı ki bizim vergilərdən, bizim ödənişlərdən formalaşır normal olaraq. Biz bunu, yəni o vəkil eləməsin, bu vəkil eləməsin, zaten eləməyə bilmərik. Orderimiz olmasa məhkəmə də bizi qəbul eləmir. Çox yaxşı ki də eləmir. Yəni əvvəlki vəziyyət olsaydı daha çox çətinlik çəkərdi ki, yəni etibarla mən də verim çıx, nə olar ki, bir də mən bu işimə çıx. Bir də görürsən regionlardan, rayonlardan məsələn xahiş edir. Uzaq rayonda 400 kilometrdir. Bir qohum əqrabadır ya nəsə bir kimsə də xahiş edir. Çıxa bilərsən bu işə. Deyirəm ki, çıxaram, mənim işimdir. Mən adətən ümumiyyətlə elə olanda ya həmkarıma göndərirəm ki, çünki istəmirəm, yəni qonorar almaq. Sabah yəni kimsə eşidər ki, azdır, çoxdur. Həqiqətən güzəştmə eləyirəm, amma əvvəlin qohumu, dostu, tanışı. Sizi başqasının üstünə göndərirsə özü götürmək istəyir. Yox, həqiqətən dostluqda yaxşıyam. Onu demək istəyirəm ki, yəni bir dostuna, yaxınına kömək edirsən, belə necə deyim, özünü xəcalətli hiss edir. Mən də deyirəm ki, əksinə olur da. Yəni bu yaxın olmayan adam özünü sənə yaxınmış kimi ərk eləyir. Yaxın olan adam da yəni hər gün görüşdüyün belə çox yaxın bir ailə, dost nə deməkdir? İkinci ailədir də. Çalışırsan ki, canla başla heç vəkil kimi yox, bir hüquqi biliklərini ortaya qoyaraq hüquqşünas kimi kömək eləmək edirsən. Qohumum var idi, həkim. Vüsaldır adı. Onun reklamı deyil indi. Çünki soyadını çəkmirəm. Amma inanırsan qohumum da. Onun iki işinə görə mənə gəldi. Və mən də təbii ki, qohumdur deyə mən ona necə pul söhbəti eləmədim. İnanırsan, yad adamdan daha çox mənə qonorar verdi ki, işimi yaxşı gör də. Yəni mən bunu istəmirəm. Nə onun söhbətini eləməmişəm. Yəni hətta məcbur bunu elədi. Mən heç yad adamdan onu görməmişəm. Yəni onu demək istəyirəm ki, yəni küsməkdə azaddılar. Mən yenə deyirəm, əvvəllər eləyirdim bir 5 il əvvəl, 5 il, 6 il əvvəl çalışırdım kömək də olum. İndi də çalışıram kömək olum, amma kömək demək deyil də bu artıq bu şəxsi istismara girir, fikir istismarına girir. Belə.
Ona görə Uzun mövzudur, yaralı mövzudur Cavanşir. necə ki Deyiləsi çox şeylər həkimlərin var. yanına gedirsiniz, müayinəyə pul ödəyirsiniz. Necə ki hansısa belə deyim, xarici təhsil şirkəti olsun və digər konsultasiya edə biləcəyiniz şirkətə gedirsiniz, pul ödəyirsiniz. Eyni zamanda vəkilin yanına gələndə də qonorarın, hüquqi məsləhətin, hüquqi konsultasiyanın, hüquqi xidmətin qonorarını verməlisiniz. Bu qədər. Bir dənə bunu qeyd edeyim. İndiyə qədər bir dəfə də olmayıb ki, öz tanışım, qohumum, əqrəbam, hətta dostum gedəndə deyirəm ki, məsələn, gələcəm xəstəxanaya. Hansı gün ordasan burada özünə zəng eləməmiş, ödəyirəm, çekini alıram, elə ki, bilirəm ki, götürməyəcək. Çünki adamın vergiləri var, bir çox, yəni başa düşürəm mən onu. O mənim ona olan hörmətimdir, necə deyirlər. Sağ olsun, bilirəm, imkan olmasa eləyər. İmkan daxilində də bunu eləmək lazımdır deyə düşünürəm. Və bütün vətəndaşlara saytdan da zəng eləyəndə mən bunu deyirəm, bir anda 10 vəkilə başqa məqsədlərlə zəng eləməsinlər. Buna da bir ayrı mövzu olaraq toxunacağam. Bizi izləməyə, bəyənməyə davam eləyin, videolarımızda qayd eləyin, saxlayın, paylaşın. Suallarınızı kommentariyaya yazın, zəhmət sualları olmasa. kommentariyaya yazın. Cavabımızı verəndə hamıya məlum olsun, eyni sual 2 dəfə, 3 dəfə gəlməsin Həm də deyə. növbəti videolarımız sizin suallarınız haqqında olacaq, suallarınızı cavablandıracağıq. Ona görə sualları kommentariyada qeyd edin.